Allaha ilk üsyan edən varlıq. Peyğəmbərlərin tarixi seriyamızın 2-ci bölümündə ilk insan Adəmin ruhla canlandığı o möhtəşəm andan və iblisin tarixdəki ilk üsyanından bəhs olunacaq. Bismillahirrahmanirrahim. Bu məxluq 10 illərlə saxsı kimi qurumuş gil halında qaldı. Bu yeni məxluqa həyat nəfəsi ona üfürüldükdən sonra Allah mələklərə və onların arasında iblis də var idi. Ona səcdə etmələrini əmr etdi. Hamısına birlikdə. Bu, uca Allahın bir əmridir. Bu yeni məxluqa, mənim atama və sənin atana, yəni bizim hamımızın atası olan varlığa xüsusi bir şərəf göstəricisi idi. O, ilk insandır. O, Adəmdir. إذ قال ربك للملائكة إني خالق بشرا من طين فإذا سويته ونفخت فيه من روحي فقعوا له ساجدين. Mələklərin hamısı gözləyirdi və vəd edilmiş an gəlib çatdı. Ruhun üfürülməsi başladı. Hardan başladı? Adəmin başından. Ruh Adəmin başından daxil olmağa başladı. Bu saxsı kimi qurumuş gil. Ruh onun içindən keçdikcə o qanlı, damarları və əti olan bir bədənə çevrilirdi. Ruh ona daxil olduqca bu gil baş tərəfdən başlayaraq insan bədəninə çevrilirdi. Ruh başa daxil olanda Adəm asqırdı və bütün mələklər ona baxırdı. Mələklər Adəmə dedilər: "Söylə, elhamdülillah." Adəm aleyhisselam elhamdülillah dedi və hamı eşitdi. Və ruh artıq başda idi. Uca Allah ona dedi: "Yerhamukallah, Rabbin sənə rəhm etsin." Sonra ruh başda tamamlandı və Adəm ətrafına baxdı. Cənnətin meyvələrini qarşısında gördü. Möhtəşəm bir mənzərə var idi. Mələklər, iblis və uca Allah. Ruh onun qarnına çatana qədər cənnəti və onun meyvələrini seyr edirdi. Dərhal yemək istədi. Fitri xüsusiyyətlər formalaşmağa başladı. Bu hisslər, duyğular, instinktlər və fitri xüsusiyyətlər atamız Adəmdə formalaşmağa başladı. Ruh qarnına çatan kimi o dərhal yemək arzuladı. Beləcə yemək üçün tələsdi. Ruh hələ ayaqlarına çatmamışdı. O, yeməyə çatmaq üçün irəli atıldı. Allah buyurdu: İnsanların təbiətində səbirsizlik var. Bu xüsusiyyət ilk gündən atamız Adəmdə formalaşdı. Ta ki, ruh Adəmdə aleyhisselam ən gözəl şəkildə yerləşənə və tam halına çatana qədər. Adəm aleyhisselam mələklərin qarşısında durdu. Və onlar onu görən kimi, Allahın əmr etdiyi kimi səcdə etdilər. Bu yeni məxluqa hörmət olaraq bütün mələklər səcdə etdilər. Onların sayı nə qədər idi? Minlərlə, milyonlarla, sayılmayacaq qədər çox. Bunu Allah daha yaxşı bilir. Ancaq bu yeni yaradılışa hörmət əlaməti olaraq bircə mələk belə səcdə etməkdən imtina etmədi. فسجد الملائكة كلهم أجمعون. Tərəddüd etmədən bütün mələklər səcdəyə qapandı. Yalnız bir məxluqdan başqa. O, mələklərdən deyil, cinlərdəndir. Amma Allah onu mələklərin səviyyəsinə qaldıraraq şərəfləndirmişdi. Lakin təkəbbür və qürur öz sahibini məhv edir. İlk dəfə olaraq cəsarətli bir şəkildə cənnətdə uca Allaha itayətsizlik edildi. Bu necə dəhşətli bir əməldir. Bu necə bir cəsarətdir. Bu necə bir təkəbbürdür. İblis necə bir itayətsizlik göstərdi. Bütün mələklər səcdəyə qapanmışkən o tək başına ayaq üstə durdu. İlla iblis istekbara və kana minəl kafirin. Təəssüf ki, iblis Allahın ona bəxş etdiyi bu nemətə və şərəfə layiq deyildi. Uca Rəbb ona dedi:
يا إبليس Halbuki daxilindəkiləri bilirdi. ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت أم كنت من العالين Sən təkəbbürləndinmi? Gəlin məlun varlıq iblisin cavabına baxaq. Gəlin bu cəsarətin ölçüsünə baxaq. O dedi: قال أنا خير منه Məni oddan yaratmısan. Onu isə gildən. Niyə özümdən aşağı olan birinə səcd etməliyəm? Onlara görə od gildən üstündür. Mən ona necə səcd edim? Amma bu əmr Allahın əmridir. Ey iblis, bu Adəmin əmri deyil. Əmr Allahdandır. Amma təkəbbürə bir bax. Allah dedi: ey iblis, səcd etməyinə sənə nə mane oldu? قال أنا خير منه خلقتني من نار وخلقته من طين Təsəvvür edin, Adəm gözlərini açanda ilk gördüyü şey mələklərin ona səcd etməsi idi. Və bu anda uca Rəbb kimlə danışır? O, iblisə müraciət edir və onu danlayır. Dəhşətli bir mənzərə. İlk dəfə olaraq cənnətdə uca Allaha itaətsizlik edildi. İblis daxilində gizlətdiyi o təkəbbürünü, həsədini, pisliyini və Allahın əmrinə qarşı çıxmasını ortaya qoydu. O deyir: mən ondan üstünəm, ona niyə səcd edim? O andan etibarən iblisin üzərinə lənət tökülməyə başladı. قال فاخرج منها فإنك رجيم وإن عليك لعنتي إلى يوم الدين Ey iblis, Allahın əmrinə necə belə bir cəsarətlə qarşı çıxdın? Lənət onun üzərinə indi. Uca Allahın qəzəbi onun üzərinə indi. Mələklər arasında olduğu halda o andan etibarən rədd edilmiş bir şeytana çevrildi. O lənətlənmişlərdən oldu. Allah onu ən uca səmadan qovdu və dərəcəsini endirdi. Ancaq iblis həmin bu anda vəziyyəti öz xeyrinə istifadə etdi. O, Allahdan bağışlanma istəmədi. Rəbbindən heç bir mərhəmət diləmədi. Onun təbiətindəki pisliyə baxın. O yalnız bir şey istədi. قال رب فأنظرني إلى يوم يبعثون Ey Rəbbim, məni indi öldürmə. Mən yalnız bir şey istəyirəm. Nə istəyirsən ey iblis? Qiyamət gününə qədər yaşamaq. O, bütün məxluqlar öldükdən sonra da qiyamət gününə qədər yaşamaq istəyir. O dedi: Rəbbim, onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver. Elə bilirsiniz ki, o, tövbə etmək və bağışlanmaq üçün möhlət istədi. Günahından sonra Allaha yaxınlaşmaq üçün möhlət istədi. Uca Allah ona cavab verdi və dedi: قال فإنك من المنظرين Sənin müddətini gecikdirəcəyəm. إلى يوم الوقت المعلوم Bütün mələklər şahid ikən və Adəm orada olduğu bu anda iblisin Rəbbi qarşısında sahib olduğu pisliyə bir baxın. Bilirsinizmi, iblis bu anda nə dedi? Yəni, Allah onun qiyamətə qədər möhlət istəyini qəbul etdikdən sonra aləmlərin Rəbbinə qarşı necə bir meydan oxumağa başladığını bilirsinizmi? Bu elə bir pislikdir ki, bundan betərini təsəvvür etmək belə çətindir. İblis dedi: قال فبما أغويتني Səni kim yoldan çıxartdı? Allah səni yoldan çıxarıbmı? Ey iblis! Halbuki sənsən yoldan çıxaran, təkəbbür sahibi, həsəd aparan sənsən. Allah mı səni azdırıb? O öz azmasını Rəbbinə istinad edir. Bu pisliyə baxın. O dedi: فبما أغويتني لأقعدن لهم Yəni bu məxluqu və onun sonraki nəsilləri var ha. Mən onlardan əl çəkməyəcəyəm. Bu meydan oxumanı təsəvvür edə bilirsən? O, qiyamətə qədər yaşayacağını anlayanda belə dedi. لأقعدن لهم صراطك المستقيم الله أكبر Bu o deməkdir ki, iblis Allahın yolunun düz yol olduğunu etiraf edir. İblisin seçdiyi sözlərə baxın. ثم لآتينهم من بين أيديهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم
شمائلهم. Qarşılarından gələcəyəm, arxalarından gələcəyəm, sağ və sol tərəflərindən onlara gələcəyəm. Niyə yuxarıdan yox? Niyə yuxarıdan gələcəyini demədi? O bacarmaz. Çünki çox yaxşı bilir ki, yuxarıda olan uca Allahdır. O qorxur və söylədi. ولا تجد أكثرهم شاكرين. Onların heç birini ibadətdə sabit qalmasına imkan verməyəcək. Hamısını azdıracağam. Uca Allah dedi. اخرج منها خرج منها مذموما مدحورا خرج منها مذءوما مدحورا لمن تبعك منهم لأملأن جهنم منكم أجمعين. Çıx. Nə edəcəksənsə et ey iblis. Cəhənnəmi səninlə və sənə uyanlarla dolduracağam. Onlardan gücün çatdığı kəsləri səsinlə aldat. Onlara qarşı süvarilərini və piyadalarını topla və onların malında və övladlarında ortaq ol. Onlara vədlər ver. Nə etmək istəyirsənsə et. Ordularını onların üstünə gətir. Sonra Allah iblisə dedi. İnne ibadi leyse leke aleyhim sultan. Sən özün kimi azmışları yoldan çıxara bilərsən. Lakin mənim ixlas sahibi qullarım üzərində heç bir gücün olmayacaq. Sonra o Rəbbinə meydan oxudu. O dedi, ey Rəbbim, fikir verin o bilir ki Allah Rəbdir, amma yenə də ondakı bu pisliyə baxın. O dedi, ey Rəbbim, mən var olduğum müddətcə onları sənin düz yolundan azdıracağam. Uca Allah ona cavab verdi və buyurdu, mənə istiğfar etdikcə onları bağışlayacağam. Bu, aləmlərin Rəbbinə qarşı meydan oxumaq idi. Beləcə, o andan etibarən şeytanın Adəmə və onun nəslinə düşmənçiliyi başladı. Adəmin yaradılışı tamamlandıqdan və mələklərin səcdəsini şeytanla baş verənləri gördükdən sonra Uca Allah Adəmə dedi, get bu mələklər qrupuna və onları salamla. Beləcə, Adəm ilk dəfə mələklərin yanına getdi. Mələklər isə ona baxırdılar. O onlara nə deyəcəkdi? O dedi, Esselamu aleykum. Mələklər cavab verdilər. Və aleykumusselam və rahmetullahi və barakatuhu. Allah Adəmə dedi, bu sənin və səndən sonra gələcək nəslinin salamıdır. Mənim nəslim? Bəli. Həmin anda Uca Allah onun bütün nəslini ona göstərdi və onların sayını bildirdi. Allah bilir ki, Adəmin nəslindən neçə milyard insan gələcək. Adəm öz nəslini gördü və bəzilərinin üzündə nur olduğunu müşahidə etdi. O, üzündən parlaq nur saçan birini gördü. O dedi, ey Rəbbim, bu kimdir? Allah buyurdu, bu sənin oğlun Davuddur, peyğəmbərlərdən biridir. Adəm dedi, ey Rəbbim, onun yaşı neçədir? Allah buyurdu, o 40 yaşındadır. Adəmin ömrü onun üçün yazıldığı kimi 1000 il idi. Adəm hələ dünyanı görməmişdi, cənnəti görməmişdi, nemətləri görməmişdi. O dedi, ey Rəbbim, mənim ömrümdən ona 60 il ver. O, dünyanı görməmişdi. Buna görə də Davudun yaşını 100-ə tamamlaması üçün öz ömründən 60 il istədi. Beləcə, Adəmin ömrü 1000 ildən 60 il azaldı. Davudun ömrü isə 100 il oldu. Bundan sonra Uca Allah Adəmə bir çox şeylərin adını öyrətdi. O, cənnətdə yaşayacaqdı. Allah ona öyrətdi ki, bu ağacdır, bunlar yarpaqlardır, bu meyvədir, bu qidadır, bu çaydır və s. Ona mələklərin belə bilmədiyi bir çox şeylərin adlarını öyrətdi. Sonra mələklərlə Adəm aleyhisselam arasında bir imtihan oldu. Bu, elm imtihanı idi. Allah Adəmə bütün adları öyrətdi, sonra onları mələklərə təqdim etdi. وعلم آدم الأسماء كلها ثم عرضهم على الملائكة. Allah mələklərə dedi, bunun adı nədir? Onun adı nədir? Mələklər bəzi məsələlərdə bilmədiklərini etiraf etdilər və Allah onlara dedi. فقال أنبئوني بأسماء هؤلاء إن كنتم صادقين. Mələklər cavab verdilər. قالوا سبحانك
سبحانك لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم. Beləcə uca Rəbb mələklərin bilmədiyi adlar barədə Adəmə sual verdi. Allah dedi: قال يا آدم أنبئهم بأسمائهم. Mələklər diqqətlə baxırdılar. فلما أنبأهم بأسمائهم قال ألم أقل لكم. Mələklər heyrətləndilər. Bu yeni yaradılmış məxluq kim idi belə? O bizim bilmədiyimiz şeyləri bilir. Onda bizim sahib olmadığımız bilik var. O sizin bilmədiyiniz şeyləri bilir. Bu məxluqun yüksək məqamına, insanın Allah qatındakı dəyərinə və elmin uca Allah yanında olan dəyərinə baxın. فلما أنبأهم بأسمائهم قال ألم أقل لكم إني أعلم غيب السماوات والأرض Bu Allah'dır. وأعلم ما تبدون وما كنتم تكتمون. Adəm yaradıldı və Allah ona öz elmindən öyrətdi. Sonra isə Allah onu eni göylər və yer qədər olan bir bağa daxil etdi. İnşallah davamı növbəti bölümdə.